Bugün sizinlə complete the sentence testlərin arxasında hardasa 50-dən sonra verilmiş bir 15-20 dənə test var ki, hər birinizə maraqlı gəlir ki, bu testi necə işləməliyik? Çünki əvvəlki illərdə belə bu tipdə suallar olmayıbdı test toplusunda və sizə maraqlı gəlir bu. Əslində bunların sadəcə bir qaydası var. Şərtini diqqətlə oxuyuruq. Bizdən essential-mı yoxsa non-essential adjective clause-mu istəyir? Bir dənə vergül məsələsini bilməklə bu qaydanı çox rahatlıqla işləmək olur. Qayda bundan mübarətdir. Xeyr, əlbəttə burada müəyyən qaydalar var. Mən indi o haqqda sizə məlumat verəcəm, amma test toplusundakı testlər sırf onu əhatə eləmir. Nəyə əhatə eləyir, bunu da deyəcəm sizə. Məsələn, onu deyim ki, sizə essential clause-larda həmişə unutmayın ki, burada bu clause-lar hansı ki, nisbə vəzlikdən sonra gələn hissə var. Məsələn, the girl who won the race. Baxın, bu hissə var ki, bu hissə çox vacibdir. Əgər biz bunu buradan çıxara bilirikmi, çıxara bilmirikmi, bunu təyin eləyə biliriksə, işimiz asandır. Məsələn, essential clause-larda biz bu hissəni çıxarda bilmərik. Çünki bu cümlənin onurğası, onurğa sütunu sayılır. Və onu cümlədən çıxarsaq, cümlədə məna tamamilə itər. Məsələn, deyir ki, burada the girl is my cousin. Qız mənim kuzenimdir, xala uşağımdır deyir, düzdürmü? Hə, burada biz nə anladıq? Əsas məsələ burada odur ki, yarışı qazanan qız mənim xalam uşağı, əmim uşağıdır. Yəni artıq bunu necə tərcümə eləyəcəksinizsə. Yəni görürsüz, biz bu hissəni buradan çıxarsaq cümləmizdə məna qalmır. Ona görə buna nə deyirik? Essential adjective clause deyirik. Əgər bu nisbə vəzliklə verilən hissəni çıxardanda cümlədə heç bir məna itmirsə, artıq bu da olur non-essential. İndi əsas hissələr nədir, mən onu sizə deyim. Demək ki, bildiniz ki, essential clause-da bu hissəni çıxartmaq olmur. Cümlə tam qaldığı zaman məna verir və yadınızda saxlayın ki, essential clause-lar heç vaxt vergüllə ayrılmır. Heç vaxt vergüllə ayrılmır. Ən əsas hissə budur. İndi sizdən də essential clause istəyir. Birinci cümlə görürsüz, vergüllə ayrılmayıbdır. Deməli, bunu götürə bilirsiniz. Bəli, bu essentialdır. Bəs 2-yə baxırıq, 2-də vergül varmı? Xeyr, vergül yoxdur. Deməli, bu da essentialdır. 3-ə baxırıq, nisbə vəzlikdən əvvəl vergül var. Bu deməkdir ki, biz bu hissəni çıxartsaq belə cümlədən, cümlədə hər hansı bir məna itmir. Məsələn, deyir, Mr. Brown was a great teacher. Əla bir müəllimdir. Tutalım hansı ki, kim ki, keçən il artıq təqaüdə çıxıbdır. Və görürsüz, burada məsələ nədir? Biz bunu çıxartsaq da, bu cümlənin mənası itmir. Biz bilirik ki, Mr. Brown əla bir müəllim idi. Ona görə bunu non-essential kimi götürürük. 3-ü götürmürük, 4 də həmçinin elədir. Vergüllə bölünübdür. Demək ki, bu hissə o qədər də vacib deyil. Düzdür? Burada nə deyir? Bacım deyir, gələcək. Bizi görməyə gələcək. İstanbulda yaşayan bacım. Burada İstanbulda yaşayan artıq əlavə bir məlumatdır. Vergüldən sonra verilən cümlə əlavə bir məlumatdır. Ona görə də artıq bu o qədər də vacib deyil. Buna non-essential adjective clause deyirik. Amma hansındakı nisbə vəzlikdən sonraki hissəni çıxartsaq, cümlənin mənası itər, ona essential adjective clause deyirik. Baxın, əsas hissə budur. Bunu bilmək lazımdır. Amma sizə testlər çox daha asan düşür. Sadəcə vergülə baxmaq düşür ki, məsələn, gəlin 52-ci testə baxaq. Non-essential adjective clause deyir. Demək ki, non-essentialda buradakı hissə vacib deyil və vergüllə ayrılandır. Onda baxırsınız birinci cümləyə, which-dən əvvəl vergül var, deməli bu non-essentialdır. İkinciyə baxırıq, nisbə vəzlikdən əvvəl vergül yoxdur, deməli bu essentialdır, bunu götürə bilmərik. 3-ə baxırıq, z-dən əvvəl vergül yoxdur, deməli bu da essentialdır, bunu da götürə bilmirik. 4-də yenə who-dan əvvəl vergül yoxdur, demək ki bu da essentialdır, bunu da götürə bilmirik. Amma 5-ə baxırıq ki, who-dan əvvəl vergül var. Demək ki, buradakı məlumat sadəcə əlavədir, o qədər də vacib deyil. Bunu non-essential kimi götürürük və düzgün cavabımız 1 və 5 olur. Sizin bütün testləriniz demək olar ki,
topulda bu formada tərtib olunubdur. Harda essential gördünüz, orada siz vergülsüz olanları, harda non-essential gördünüz, orada vergüllü olan variantları götürəcəksiniz. Mən sadəcə sizə izah elədim ki, yəni kör-körənə işləməyin, bir bilin də, yəni vergüllü olanda nə olur, vergülsüz olanda nə olur. Vergüllüdürsə demək ki, oradakı məlumat o qədər də vacib deyil, çıxa bilər. Artıq buna non-essential deyirik, amma vacibdir, oradakı məna yerində qalmalıdırsa, onda essential deyirik və artıq vergüldən istifadə eləmirik. Bir də 53-cü testə baxaq. Nisbə vəzlik whichdir. Özündən əvvəl vergül varmı? Xeyr. Deməli, onda bunu götürə bilirik. Bu essential adjective clause-dur. 2-yə baxırıq. Nisbə vəzlikdən əvvəl vergül var. Demək ki, artıq bu hissə burada əlavə bir məlumat kimi verilibdir. Olmasa da olar. Onda bundan essentialdır. 3-cü testə baxırıq. Which-dən əvvəl vergül var. Vergül varsa demək ki, non-essentialdır. Bunu da götürmürük. 4-də z-dən əvvəl hər hansı bir vergül yoxdur. Demək ki, essentialdır. Bunu götürürük. 5-də yenə vergül var. Non-essentialdır. Bunu götürə bilmirik. Düzgün cavabımız 1 və 4 Y variantı olacaq. Yuxarıdakı testdə də hansı variant olduğunu bildiniz, düzdür dedik. 1 və 5 dedik, yəni C variantı. 58-ci testdə isə non-essential adjective clause-dir, yəni vacib deyil, əlavə bir məlumatdır orada. Bizə vergüllüsü lazımdır artıq. Birincidə baxırıq ki, who nisbə vəzliyindən əvvəl vergül var. Deməli, onda bax, bu hissə non-essentialdır. Bunu götürə bilirik. İkincidə yenə vergülü gördük. Demək ki, nisbə vəzlikdən əvvəl vergül varsa, bu hissə artıq non-essentialdır. Bunu da götürə bilirik. 3-də z-dən əvvəl hər hansı bir vergül yoxdur. Demək ki, bu essentialdır. Bunu götürə bilmirik. 4-də də eyni qayda. Budan əvvəl hər hansı bir vergül yoxdur. Demək ki, bu da essentialdır. Bizə non-essentiallar lazım idi. O da 1 və 2-dir. Bütün testlər demək olar ki, hardasa 20 test varsa, hər biri bu qayda ilə işlənilir. Düşünürəm ki, hər biriniz üçün faydalı olacaq.